daha çox xatırlamalıdır. Min zikri şiddətil mevt və həmçinin insan xatırlamalı ölümün şiddətli anını. Ölümün səkarat, yəni ağır anlarını, bihuşluq gətirən anlarını. Hansı ki, elə bir anlardır ki, insana həyatda ikən elə bir an üz verməmişdir. Və əşəddu və a'za minhə sətəti aleykə fi yevminəl əyyəm əv bə'd fəmə ədəddə lihədəl masrah. Yəni, insana üz verən o çətinliklər şiddət içərisində ən ağırı ölümün ağır anlarıdır və o an üçün, o yatış üçün nə hazırlamışıq? Və mə ədəddə litəlkəl ləhəzat və o şiddətli, çətin anlar üçün nə hazırlamışıq? Ölümü xatırlamaqdan qafilik. Əlləzi ləv zəkərnəhə ləqatta'al əmə. Əgər biz ölümü xatırlasaq, ölümü xatırlamağımız bizim arzularımızın qarşısını alar. Və bizimlə haram şəhvətlərin və günahların qarşısını alar. Ona qarşı bir mani olar. Və ölümü xatırlamağımız bizim oyanmağımıza, qəflətdən oyanmağımıza səbəb olar. Və onun üçün əməl edərik və ölümdən sonra gələn həyat üçün çalışarıq. Və o kəs ki, ölümü xatırlayır, dünyanın ləzzətlərinə, şəhvətlərinə bağlanmır. Fəyadi'u şəbəbuhu və quvvatu və sıhhatu və afiyyə və avqatu və təfkiru min əcli husul aləl-fəni. Hansı ki, insanın cavanlığı, gücü, qüvvəti, sağlamlığı, afiyyəti, vaxtı elə fani dünyanı toplamaq üçün fikirləşməkdə keçir. فَإِنَّهُ يَذْكُرُ الْمَوْتِ الَّذِي سَيُخْرِجُهُ مِنْ دَارِهِ وَيُخْرِجُ مِنْ عَمَلِهِ. Və insan ölümü xatırlayır, o ölüm ki, insanı evindən çıxaracaq, əməlindən, işindən çıxaracaq, öz malının içərisindən onu çıxaracaq, öz ailəsinin içərisindən onu çıxaracaq. فَيَقُولُ فِي نَفْسِهِ وَحَسْرَةً لِمَنْ أَعْمَلْ إِذَنْ فِي مَا أَقْضِ هَذَا الْعُمْرِ. Və onda insan artıq dərk edir ki, onda mən bu ömrümü kim üçün, nə üçün əməl edirəm? لِمَاذَا أَقْضِي وَلِمَاذَا لَا أَصْرِفُ فِي مَا هُوَ أَعْظَمْ. Nə üçün onda bu ömrü, bu vaxtı daha mühüm, daha əzəmətli olan bir iş üçün sərf etmirəm. Və həmçinin bizim qəflətimiz qəbirdən, qəbrin vəhşətindən, sıxıntısından və orada tək qalmaq haqqında qafilik. Qafəlnə anil qabr. Qəbirdən, qəbrin zülmətindən qafil olmuşuq. Qafəlnə an tilkəl leyləl ulə. O birinci gecədən qafilik. Əlləti nəkunu fiyhə fi quburinə dunə məl. Hansı ki, orada nə mal olacaq, nə ailə olacaq, nə evladlar, nə də hər hansı bir iş, vəzifə, nə də ləqəblərin heç biri olmayacaqdır. Qafəlnə an mu'nisinə fiyhə. Və orada bizə ünsiyyət verəcək əməllərdən qafilik. Və həmçinin oradakı neymətlərdən qafilik. Qafəlnə ammə yəkunu fiyhə immə min nəim və immə minəl ədəb. Və orada olacaq ya neymət və yaxud da əzab. Və kəənnənə ləsnə min əhlil qubur əl-yevm əv qədən. Yəni elə bil ki, biz ya bugün və yaxud da sabah qəbir əhlindən olduğumuzu unutmuşuq. Və həmçinin biz qafilik həşr günündən, yəni öləndən sonra dirilməyimizdən. Heynəmə nəxrucu min quburinə hufətən urat. Və o günü qəbirlərdən ayaq yalın, çılpaq halda qalxacaq. Nəxrucu min quburinə fi fəzəh. Müdhiş halda, qorxaraq qalxacaq. Lə ya'ləmuhu illallah. Bunu yalnız Allah Teala bilir. Nəxrucu fələ nərə əhlə. Və çıxdığımız zaman, qalxdığımız zaman nə ailə, nə mal, nə də evlad görəcəyik. Və lə nərə şeyə mimmə künnə aleyfid dünya. Nə də dünyada üzərində olduğumuz bunlar işlərdən heç birisini görməyəcəyik. Və nərəl əxxələiq kulluha qad cəmə'əllah. Və məxluqatı görəcəyik, Allah Teala onları bir yerdə cəm etmişdir. Düz bir yerdə və onlardan hər biri öz hesabını və öz qarşılığını gözləyir. Və əntə vahidu mimmən yəntəzir hesabə. Və sən də hesabını gözləyənlərdən birisən.
və cəzaə haqq hesabını, qarşılığını. Kulluha turid ən tanzur fi sahaifi a'maliha və onlardan hər biri öz əməl dəftərinə baxmaq istəyir. Orada nə yazılıb? Və mədə muhibə onlardan hansı silinib? Və əntə vahid mimmən yurid ən yanzura fi sahifəti a'mali və sən də o əməl dəftərinə baxmaq istəyənlərdən birisən. Və həmçinin o gündən qafilik, o gün günəş başların üzərinə yaxınlaşacaq 1 mil miqdarında insanı kölgələndirəcək üçün bir şey olmayacaqdır. Qafalna anil yevmil axir əlləzi nekunu fihi vuqufan tahta harriş şəms. Yəni günəşin altında duracağımız o şiddətli istidə o andan, duracağımız andan qafilik, nə yemək var, nə içəcək, nə kölgə və onun miqdarı da 50.000 ilə bərabərdir. Yəni insan o istidə duracaq. İstisi, aclığı, susuzluğu, izdiham, qorxu, dəhşət. Və la yuxaffif anka zalika illa yaqadat fi hadal yawm. Və onu yüngülləşdirən yalnız insanın bu gün qəflətdən oyanmasıdır. Və təzəkkər fi hadal yawm və amal fi hadal yawm. Yəni bu günü xatırlayıb və bu gün əməl etməyimiz, yəni o günün sıxıntısının, yəni şiddətinin yüngülləşməsinə səbəbdir. Və həmçinin səhifələrin uçduğu gündən qafilik, fəminhum mən yəxudu biyəmi, kimisi sağ əli ilə götürəcəkdir, kimisi səhifəni sol əli ilə götürəcəkdir. Həmçinin Sırat körpüsünün üzərindən keçəcəyimiz andan qafilik. Bilmirik, orada sabit qalacaq, keçərək sıratı aşaraq cənnətə keçəcək, yoxsa Allah qorusun, oradan cəhənnəmə düşəcək. Fīmən yəhvi və yətəsaqat düşənlərlə birgə. İnnə musibətənə yəl-qaflə. Deməli, bizim müsibətimiz elə qəflətdir. Əlləti nəhnu fiyhə ləm nəud cəhələ bil-halal və lə bil-haram. Asbahna na'riful-halal. Yəni, məsələ bilməməyimizdə deyil, halal, haramı. Halal da bilinir, haram da bilinir. Lakin qəflət içərisindəyik. Və ləkinnənə qafil an əxzi ənfusinə fīmə əhəllallah. Yəni, özümüzü halala yönəltməkdən, haramdan çəkindirməkdən qafilik. Və həmçinin qafilik özümüzü hesaba çəkməkdən, əzalarımızı, gözümüzü və tərə yevmən bə'də yevm qafalna anil absar və gün keçdikcə artıq gözlərimizdən qafilik, onun islahından, özümüzü doğru yola qaytarmaqdan. Vəl-insan yara basara kullə yevm yandur ilən nisə əl-kəsiyyət və insan görür ki, hər gün açıq-saçıq qadınlara baxır. Qadınların üzlərinə, saçlarına, küçədə və yaxud da şəbəkələrdə və asbəhə lə yəmr aleyhim illə və qad laddaxa basara. Yəni, elə bir gün yoxdur ki, insan gözünü bulaşdırmasın haram baxışla. Qafil an basar və qafil ammə yüsəbbibuhu ləhu minəz-zunub. Və həmçinin insan onun gətirdiyi günahlardan, düşdüyü günahlardan qafildir. Qafil anil-əsma və mə yusabbu fiyhə minəl-əthəm və həmçinin qulaqlarımızdan və qulaqlara tökülən günahlardan qafilik. Şeytanın qulaqlara təlqin etdiyi qeybətdən. Fəyəcidu ləhə səma'an və nəmimə və insan onu dinləyir və sonra nəmmamlıq və onu da insan dinləyir. Və yəcəlükə təsmə ələtəlləh və həmçinin insanın digər haramları, musiqini, əyləncəni, mahnıları dinləməsi, facir sözləri, eşq sözlərini, sevgi sözləri və uzunukə yəsmə və qulağın da bütün bunların hamısı eşidir. Nəyə görə? Çünki artıq adiləşib. Yəni, bütün bunların hamısı səbəb nədir? Səbəb, yəni qəflətdir. Hansı ki, əvvəl insan baxsa da, gözü ilə sataşsa belə, bilirik haramdır, tövbədir, istiğfar edir. İndi isə elə bir ki, heç bir haram olmadığı kimi insan artıq harama baxır. Allah Teala buyurur: "İnne sem'a vel basara vel fuada kullu ulaika kana anhu mas'ula." Həqiqətən qulaq, göz və qəlb bütün bunlar hamısı etdiyindən sorumludur. Və həmçinin dilimizdən qafilik. Yəni dil artıq istədiyini danışır və insan dilini tənzimləmir və hər hansı bir həddi yoxdur, qeybətdir, nəmmamlıqdır, söyüşdür, lənətdir və digər fəsada aparan sözlərdir. Və həmçinin insanın qazancından, haramdan qafil olması, haram qazancdan, şübhəli şeylərdən və kənə fi zulmil ibad və həmçinin insanlara zülm etmək, haqlarına, mallarına və yaxud da aldatmaq
rüşvət olsun, digər haramlar və huvə qafil an islahi məqsəbi. Yenə insan qafildir öz qazancını islah etməkdən, yeməyini və içməyini təmizləməkdən. Anil huququ ləti əvcəbəhə Allah və həmçinin Allah Teala'nın bizə vacib etdiyi haqlardan qafillik və həmçinin insan özü ilə Rəbbi arasında olan haqlardan. Yəni artıq qəflət içərisində yaşayırıq və Allah Teala'nın da ayəsi bizə aiddir. İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. İnsanlara hesaba çəkiləcəyi vaxt yaxınlaşıb, onlar isə qəflət içərisində üz döndərirlər. Və buna görə də qəflətdən bu ayda ayılmağa çalışmalı və halımızı islah etməyə çalışmalı ki, ölüm yaxaladığı zaman qəflət içərisində olmayaq.